Birinci Qarabağ müharibəsi başlayarkən o ailəsi ilə birgə Rusiyada yaşayırdı. Lakin vətən dar gündə olanda rahatlıq tapa bilmirdi. Nəticədə öz doğma vətəninə qayıtmağı qərar aldı. Gəldi və Ağdam rayonunun Abdal Gülablı ərazi özünü müdafiə batalyonunun sıralarına qoşuldu. Doğma yurdunun müdafiəsində dayandı. Bu yolda da şəhidlik zirvəsinə yüksəldi. Söhbət şəhid Bahadur Quliyevdən gedir. Döyüş yoldaşları onu anaraq məzarını ziyarət ediblər. Biz 6 uşağıq, 5 qardaş, bir bacı. Mən 3 qardaşımın Bahadurla olub. Bahadur Kazana düşmüşdü. Kazandan bir ay qulluqdan sonra gəldi, imtina elədi, gəldi ki, ata mən getmək istəyirəm. Dedi ki, ata mənim arzum oldu ki, mən də gedəm orada döyüşəm. Səhərsi günü biz Azərbaycana gedəndə üzü açıq, alnı açıq, yəni fəxrlə gedək ki, biz orada döyüşdük. Bahadur Seyrimanoğlu Quliyev Birinci Qarabağ müharibəsi zamanı doğma kəndini, həm də ümumilikdə Ağdamın müxtəlif istiqamətlərdə düşmənin müdafiəsində iştirak edir. Aktiv döyüş əməliyyatlarında zirehli texnikaları daha çox məhv etməyə can atan igidimiz hər zaman döyüş yoldaşlarını düşünür. Onları qorumaq niyyəti ilə öndə gedir. Bahadur qardaşımız bizim kəşfiyyatçı olaraq 1995-ci il aprel ayının 16 günü çox dəyərli, lazım olan bir tapşırıq yerinə yetirərkən şəhid olmuşdur. Bizim itirdiyimiz döyüş yoldaşları, bizim şəhid olan qardaşlarımız bu vətənin, bu dövlətin, bu millətin ən layiqli, ən qabiliyyətli kişilər oldu. Aradan uzun illər ötsə də bir zaman çiyin-çiyinə soyuq səngərlərdə vətənin keşiyini çəkən Bahadurun döyüş dostları onu doğum günündə anırlar. Bahadur, burada duran hər birinin əzizliyi, qardaşı, həqiqətən bizim kürəyimiz bir-birimizdir. Onu da qeyd edib ki, bu qardaşların hər birinin bitirilməsi bizim üçün, yəni bu ikiyə əvəz olmaq heç bir iki yoxdur. Bunu yalnız burada duran bu əziz qardaşlarımız. Bahadur doğrudan da çox cəsurdur, yaxşı qardaşıdır, yaxşı yoldaşıdır, qorxmazdır, cəsurdur, həqiqətən eydir. Yəni burada onu tanıyanlar hamısını təsdiq edir. Ateşkəs elan olunsa da ermənilərin təmas xətti boyunca mütəmadi olaraq təxribat xarakterli əməlləri davam edir. Mövqelərimizin və dinç sakinlərin atışa tutulması artıq adi hal almışdı. Gələn növbəti əməliyyat tapşırıqlarından biri ermənilərin aktiv atəş açdığı mövqeyin susturmaq idi. Bahadurun sonuncu əməliyyatını döyüş yoldaşları bu cür xatırlayırlar. Bahadur döyüşə girdi şahid oldu. Bahadur döyüşçüydü. Yəni, Bahadur Azərbaycandan da olmuşsa da Azərbaycanda yaşamırdı. Bahadur Rusiyada yaşayırdı. Döyüş vaxtı qayıtdı, gəldi bura. Biz getdik, bizə lazım olan tapşırıqları komandirlər verdi. Bizə lazım olan doçkalar göstərildi. Biz orada yerləşdik. Bizdən irəli keçən xan idi. O bir dostlardan, yoldaşlardan vardı. Bir neçəsi də onlar irəli getdi. Bizə irəlini gözləmək lazım idi. Orada biz müəyyən mənada yerimizi dəyişmək məcburiyyətində olduq. Yerimizi dəyişən zaman qardaşımız minaya düşdü. Yəni mina ona çox yaxın bir məsafədən düşdü deyən. Şəhid Bahadur Quliyev Ağdamın Xındırıstan kənd qəbristanlığında dəfn olunub. Onun əziz xatirəsi qəlblərdə daim yaşayır. Daşqın Abdullayev, Zamir Əhmədov, Nərmin İbrahimova, Ağdam.